İndi ən hörmətli ixtisas iqtisadiyyat ixtisasıdır. Bizim gələcəyimiz təhsillə bağlı. Neft, qaz Tanrıdan verilən böyük nemətdir və biz bundan uğurla və məharətlə istifadə edirik. Foreign language teachers for dedicated to the Manchester University or other university. Sabahınız xeyir olsun. I am honored to be speaking to you today at this opening session for UNEC's third International Forum of Foreign Language Teachers. 42-year history in Azerbaijan, that's quite a legacy. That's what, as British Council, we believe in. We do believe that education and learning is a lifelong process. Which is very relevant for our conference today. Which department? At the same university. Okay, now What is your screen. Forumun mahiyyəti demək ancaq xarici dil müəllimləridir. Biz çalışırıq ki, onların ingilis dili dərslərində tədrisinə kömək eləyək. Uşaqları 4 bacarıq üzrə necə dərs keçmək olar, onları öyrədək. Çünki bilirsiniz, Azərbaycanda hal-hazırda prioritetdir ki, xarici dili tədrisini inkişaf etdirək və 4 bacarıq üzrə uşaqları öyrədək.